Herkese salamlar kanalıma videoma hoş geldiniz. Bu yeni bir videoda karşınızdayım. Video geçməmişdən və kanala dəstək olmaq üçün abunə ola bilərsiniz. Videomu bəyəndisə like ata bilərsiniz. Həmçinin dostlar Telegram kanalımıza hər birinizi gözləyirəm. Burada səhmlər və kriptovalyutalar haqqında məlumatlar paylaşır, alış-satış siqnalları paylaşır. Həmçinin müzakirə qrupumuzda bir-birimizə məsləhətlər veririk, öyrənirik və öyrədirik dostlar. Həmçinin bərabər pul qazanırıq. Linki şərhlərdə olacaq dostlar. Hər birinizi gözləyirəm. Bugünkü videoda dostlar, axırıncı videomuzda yadınızda qaldığı kimi, deməli, səhmlərdə sürətli şəkildə pul qazanmaq haqqında video çəkmişdim axırıncı videoda. Bugün isə bunun ikinci bölümünü çəkəcəm dostlar. Bu birinci videoda ümumi başa salmışdı. Bu videoda isə cəmi 2 nümunə ilə sizə bunu bəsit şəkildə izah etməyə çalışacağam dostlar. Gəlin videoyu keçək. Deməli dostlar, nümunələrimiz budur. Marvel və Femi səhmləri. Deməli dostlar, öz təcrübəmə dayanaraq, yəni artıq 2 ildən biraz artıqdır səhm bazarında, ümumi olaraq fond bazarında, tam yönümlü olaraq isə səhm bazarında ticarət edirəm dostlar. Və bu günə kimi 1 qəpik belə səhm bazarında pul itirməmişəm dostlar. Və həmçinin müəyyən müddət ərzində qazanclarım bir çox kriptovalyuta investoruna, treyderina, forex treyderina baxanda qat-qat yaxşı olub və çox olub. Yəni hal-hazırda göstərəcəyim taktika ilə dostlar, siz qısa müddət ərzində, hətta bəzi maaşlı işdə işləyən, daha doğrusu bəzi alt sektorlarda maaşlı işdə işləyənlərdən belə daha çox pul qazana bilərsiniz. Həmçinin yatırımlarınızı, investisiyalarınızı artıra bilərsiniz dostlar. Bunun şəxsi təcrübələrimə dayanaraq deməli sizlərə izah etməyə çalışacağam dostlar. İlk öncə dostlar, bizə nə lazımdır? Bizə böyüyən, hal-hazırda trenddə texnologiya çip istehsalı şirkətləridir. Bizə bir çip istehsalı texnologiya şirkəti lazımdır ki, davamlı olaraq böyüyən, qiyməti o qədər də yüksək olmayan. Niyə? Çünki özümü demirəm, yəni izləyicilərdən ola bilər ki, hər kəs $1000 üstü yatırımı olmasın, $10.000 üstü yatırımı olmasın. Yəni buna görə sizlərə uyğun deməli səhm seçmişəm və bunun üzərində bu təkcə nümunədir dostlar. İndi mən bu videonu izlədikdən sonra gedib səhmi almayın, sonradan düşər falan deyərsiniz ki, göstərmişdin, aldıq, düşdü falan. Yəni bunların öz müəyyən alış nöqtələri var. Videonun davamında izah edəcəm. Tutaq ki, dostlar Marvel seçdim. Marvel'a baxırıq. Deməli qazancları, maliyyə hesabatındakı qazancları arta-arta gedir. Həmçinin illik qazancları da çox yaxşıdır. Deməli proqnozçuların analizləri çox yaxşıdır və s. və ilaxır. Marvel bizim demək olar az riskli və hal-hazırda trenddə olan texnologiya şirkətimizdir. Demək olar bəzilərinə baxanda sabit qazanc, hətta daha yüksək qazanc verən şirkətlərdəndir dostlar. Dostlar, səhmlərə yatırım edərkən alış nöqtələrinə də çox önəm vermək lazımdır. İlk öncə səhmlərə yatırım edərkən günlük qrafik seçirik, trading açıb günlük qrafik seçirik, dəstək direnç səhmimizi seçirik. Gördüyünüz kimi dəstəklərimiz burada, direncimiz isə burada. Və alış nöqtələrini seçirik dostlar. Ümumiyyətlə dəstəkdən bir çox qrafiklərdə əgər yuxarıya doğru yön təyin olunursa, görürük ki, qrafikdə artıq yuxarıya doğru yön təyin olub, yuxarıya doğru çevrilib qrafik. Bu zaman dəstək işləyir deməkdir. Aşağıya doğru qırırsa, deməli dəstək işləmir. Deməli səhmlərdə o qədər də çox, yəni elə olur ki, aşağıya doğru qırır, sonra yenidən özünü bərpa edir. Yəni səhmlərdə bu hallar olur, amma bu qırılmanın çox dərin olmamasını nəzərdən yetirmək lazımdır. Deməli dəstəklərdən alış etmək olar, yəni səhmlərə yatırım edərkən alış nöqtələrinə gördüyünüz kimi sizə gəlin nümunələr əsasında izah edim. Məsələn, buradakı alış nöqtəsi, deməli buradakı alış nöqtəsi, yəni indikatorlardan istifadə edərək alış nöqtələrini çəkə bilərsiniz, təyin edə bilərsiniz dostlar. Həmçinin RSI nöqtəsinə də diqqət yetirin dostlar. RSI nöqtəsi, yəni RSI nöqtəsində təxmini bu səviyyələrdən və yaxud bu səviyyələrdən alışlarınız edə yatırımlarınızı artıra bilərsiniz. Amma təpədən heç vaxt almayın dostlar. Yəni bu səviyyələrdən falan almayın. Çalışın minimum 52 səviyyəsinə doğru düşsün. Ondan sonra alın dostlar. İkinci səhvimizdə Femi'dir dostlar. Femi isə dostlar hələ də qazanc gətirməyən və demək olar yeni şirkətlərdəndir. Yəni Marvel'a baxarkən və hələ də qazanc gətirməyən, lakin potensialı böyük olan şirkətlərdəndir. Yəni bizə bir Marvel kimi, bir də Femi kimi səhm lazımdır bu taktikanı deməli həyata keçirmək üçün. Lakin görürük ki, bunun da qazancları artışa doğru gedir. Həmçinin dostlar, bunun haqqında müsbət xəbərlər də çoxdur. Yahoo Finance-dan falan baxa bilərsiniz ya da ChatGPT-dən araşdıra bilərsiniz. Həmçinin deməli proqnozçuların fikirləri də çox müsbət yöndədir. Gördüyünüz kimi 800, 1200% bir qazanc gözləyirlər. Daha doğrusu dəyər artışı gözləyirlər bu səhmdə. Okay, iki səhmimizi tapdıq. İkisinin də qiyməti bizə sərf eləyir. Necə başlayacağıq dostlar? Deməli, ilk öncə dostlar Femi haqqında video çəkmişdim. Deməli,
bu videoda bu video simülyner edəcəkdə videoda izləyə bilərsiniz film haqqında ətraflı deməli məlumatı. Və necə eləyirik dostlar? Tutaq ki, məsələn bir büdcə təyin edək sizin üçün. Məsələn 300 manatlıq bir büdcəniz var. Bu təxmini deyirəm, yəni fərqi yoxdur sizin nə qədər büdcəniz var, amma heç olmasa çalışın bir 100 manatdan daha çox büdcəniz olsun, yəni bu işə başlamaq üçün. Tutaq ki, məsələn 300 manatlıq büdcəniz var dostlar. 300 manatlıq büdcə mən sizə öz yatırımlarımdan deyəcəm necə etmişəm. Məsələn bir ay əvvəl dostlar Marvel səhmi, indi bir ay əvvəl nümunə göstərirəm. Siz başqa səhmlərdə bir ay əvvəli hal-hazırda da həyata keçirə bilərsiniz. Bu sadəcə nümunədir. Bir ay əvvəl dostlar Marvel səhmi 66.90-67 dollar civarlarındaydı və aşağı düşmüşdü. Hətta 6 ay əvvələ gələk dostlar. Deməli bu səhm hətta 59 dollarlara kimi falan düşüş yaşamışdı. Yəni 77 dollara qalxandan sonra düşüş yaşadığı vaxt dostlar mən alış nöqtələrindən davamlı olaraq bu səhmi artırdım. Məsələn ilk öncə 6 ədəd səhm almışdım məsələn bu şirkətdə. Artıra 20-30 ədəd səhmə qaldırdım dostlar. Bu yatırımları artırdım. Və bundan sonra gördüyünüz kimi dostlar şirkət maliyyə hesabatları falan şirkətin deməli dəyərinə təsir eləyir dostlar. Amma hal-hazırdakı, yəni sizə göstərəcəyim nümunədə o qədər də qısa müddətdə baş verib. Bu ona görə də o qədər də təsir etmir. Deməli dostlar, artıra getdim mən bu səhmləri və bu təbii ki Nasdaq böyüdükcə, texnologiya hissələri artdıqca, trenddə də texnoloji hissələr olduğuna görə yatırımlar artdı bu şirkətə, arta getdi və nəticədə bu şirkətdə məsəl üçün bir deməli 300-400 dollarlıq gəlir əldə elədi. Tutaq ki, məsələn 500-600 dollar yatırımınızsa 30-40% gəlir əldə elədiniz və təxminən 200-300 dollarlıq gəlir əldə etdi. 1-2 ay ərzində məsəl üçün bunu etmək mümkündür dostlar. Mən bu səhmdən yəni demək olar 2 ay ərzində 30%-dən çox gəlir əldə etmişəm. Yəni alış qiymətim 65-66 civarı idi. Hal-hazırda isə demək olar 30 dollar qalxıb. Yəni demək olar deməli 30%-dən biraz çox qazanc əldə etmişəm dostlar. Yəni 1-2 ay ərzində siz bu qazancı əldə etdiniz. İndi nə etmək lazımdır? Femi kimi yüksələcək və potensialı böyük olan bir şirkət. Femi haqqında ətraflı danışmışdım. İndi məlumat verməyəcəm. Bunun üçün bir səhm tapdıq dostlar, bir şirkət tapdıq və görürük ki, qiyməti çox yaxşıdır. Görürük ki, qiyməti alış nöqtəsindədir. RSI-yə yoxladıq, qrafikdə baxdıq. Günlük qrafikə baxın dostlar. Bunu hər videoda təkrarlayıram. Günlük qrafik çox vacibdir. RSI tapdıq, günlük qrafik tapdıq. Femiyə tutaq ki, yatırım eləydik. Bunu məsəl üçün çəkirəm. Bitfarms da ola bilər. İndi birazdan bir neçə nümunə daha göstərəcəm. Tutaq ki, məsələn 50 sentdən Femiyə yatırım elədik. Femi qalxdı. Yəni qalxdı deyəndə yatırım edən kimi o saat təbii ki, qalxacaq deyə bir şey yoxdur. Bu sizin müəyyən müddət vaxtınızı alacaq. Amma tutaq ki, məsələn 1 ay ərzində Femi oldu 1 dollar. Çünki startap şirkətlərə həmçinin kiçik səhmlər, yəni penny stocklar qısa müddətdə böyük artışlar eləyə bilirlər dostlar. Bunu sizə Bitfarms nümunəsində göstərəcəm, bir də Dragonfly-da da göstərəcəm. Deməli, məsəl üçün 55 sentdən oldu 1 dollar. Siz buna yatırdığınız, Marvel'dan qazandığınız 300 dolların 150-200 dolların qədər səhm satırsınız dostlar, qazanc qazandıqdan sonra. Bunu Femiyə yatırırsınız. Femidə qazandığınız 2 qat qazanırsınız. Məsələn 200 dollar yatırırsınız, 2 qat qazanırsınız, olur 400 dollar. Və həmin 400 dollardan da dostlar, deməli 200 yatırım etmişdiniz, 200 qazandınız, olur 400 dollar, 100 dollarını çəkirsiniz dostlar. Məsəl üçün 100 dollarını çəkirsiniz, ara yatırırsınız, Bitfarmsa yatırırsınız dostlar. Məsəl üçün deyirəm, Bitfarms şirkəti. Sizə Bitfarms şirkəti haqqında bir şey deyəcəm. Baxın dostlar, biz Bitfarms şirkətinə 1 dollardan yatırım etmişdik. 1 dollardan. Hal-hazırda isə bazar açılışı öncəsi 6 dollar 27 sentdir. 6x qədər biz qazanc qazanmışıq dostlar Bitfarms şirkətindən. Mən və məni izləyənlərdən söhbət gedir. Məsəl üçün dostlar 1 dollardan yatırdınız Bitfarms şirkətinə. Gördüyünüz kimi bu qazanc yəni 2 ay sürməyib. 2 ay demək olar olmayıb 6x qazanc verib. Bitfarms kimi bir şirkət tapdınız. Bu da 1 ay ərzində sizə 3-4x qazanc verdi. Oradan da qazancın yarısını çəkdiniz. Amma hamısını satmayın dostlar. Hamısını sata da bilərsiniz. Mən bəzən əvvəllər satırdım hamısını. Lakin əgər saxlasanız, yəni bir hissəsini güvəndiyiniz səhmdirsə təbii ki saxlamalısınız və ondan da sonra Bitfarms'a keçdi. Yeni bir səhm tapdıq. Məsələn Dragonfly Energy Holdings şirkəti. Məsələn bu şirkətə də biz 30 sentdən yatırım etmişdik. Hal-hazırda gördüyünüz kimi bazar açılışı öncəsi 1.61-dir. Burada da 35 sentdən məsəl üçün yatırım etdiniz, 2 dollar oldu. Buradan da 2-3x qazandınız. Buradan da qazancınızın bir hissəsini çıxarıb başqa şirkət. Belə dostlar siz həm sərmayənizi artırırsınız, həm qazancınızı artırırsınız, həm də bir il ərzində təxmini 5000-6000% belə qazanc əldə edə bilərsiniz dostlar. Yəni bu bir çox investorun, bir çox traderin, bir çox forex ilə məşğul olan insanların, ticarətçilərin dən daha çox qazanc deməkdir dostlar. Bu belə yatırımlar sayəsində, bu taktika sayəsində siz çox yaxşı pullar qazana bilərsiniz. Yəni dostlar, bazarda şirkətlər çoxdur. Ən yaxşı şirkətlər də təxmini bəlkə bazarda 1000-dən çox şirkət varsa, 100-dən də çox yaxşı şirkətlər var.
söhbət yeni və yaxud hələ də zərərdə olan şirkətlərdən gedir. Yəni siz bu şirkətləri hal-hazırda tapsanız, 1-2 ilə siz yatırımınızı 40-50 ümumi büdcənizi 40-50x artıra bilərsiniz. 40-50 dəfə. Məsələn, 1000 dollardan başlamışdınızsa, 2-3 il ərzində siz həmin 1000 dolları 15, 20, 30 min dollara qədər qaldıra bilərsiniz. Əlavə təbii ki, işlər falan olsa, qazanc falan olsa, həmçinin bu yatırımları artıraraq da çox yaxşı miqdarlarda pullar qazana bilərsiniz dostlar. Yəni dostlar, fond bazarlarında pul qazanmaq üçün, yəni çox yaxşı pullar qazanmaq üçün söhbət investordan getmir. Bir səhəm alasan, 100 il gözləyirsən. Davamlı olaraq hərəkət etmək lazımdır bu bazarlarda dostlar. Hərəkət edərək çox yaxşı pullar qazanacaqsınız, həddindən artıq. Videomu bəyəndinizsə like edə bilərsiniz, sonunuz olursa şərhlərdə yaza bilərsiniz. Sağ olun, salamat qalın, gələcək videolarda görüşərik.